sistemi dəyişməklə qələbənin elə qazandıran Qurbanberdiyevin sistem dəyişikliyi oldu. Amma bu epizodda Qurbanberdiyev çox haqsızdır. Özü də oyundan sonra deyir ki, mən karyeramda 72 yaş var, 2 dəfədir qırmızı alıram. Amma sən almalıydın artıq. Yəni Elçin Məsihevə mən bravo deyirəm. Çünki mən Qurbanberdiyev burada sadəcə gərgin idi. Hesab 0-1 idi, geridə idi. O sırf o gərginliyin verdiyi emosionallıq idi, özünü tuta bilir. %100 də Elçin Məsiyev də, Qurbanberdiyevin də onunla İngilis dilini olsa Elçin Məsiyev bilir. Qurbanberdiyev böyük ehtimal Rus dilində etiraz edib. Rus dilində Azərbaycanda yəni azdan çoxdan yəqin Elçin Məsiyev təmiz bilməsə başa düşür də. Yəni əgər sən hakimə aşırı aqressivlik göstərirsənsə, təhqiredici ifadədən hansısa istifadə eləmisənsə, hakim sənə qırmızı vərəq göstərməlidir. Ona görə hər şeyin deyir, həyatda bir ilki var da. Qurbanberdiyevin elə bir bəxtinə bu yazılmışdı ki, 72 yaşında ilk dəfə qırmızı vərəqi göstərsin və o da Azərbaycan çempionatında. Yəni 0-0 olsaydı hesab və 1-0 olsaydı hesab bunu eləməz və bir də bu epizodda qayda pozuntusu var orada. Çünki orada təkcə arxadan çiyinlə itələmir. Sol dizi ilə futbolçu, Turanın futbolçusu Rəhman Daşdəmirovun ayağına zərbə endirir. Yəni burada sarı qayda pozuntusu var idi. Ona görə Qurbanberdiyevin etirazı tamamilə əsassızdır. Əslində bax epizoda baxa-baxa da düşünürəm. Ola bilər ki, o etiraz təkcə bu epizoda deyil, ümumən o emosiya ki yığılıb, baxmada gözləntilər tam fərqli idi, fikirləşilirdi ki, Qurbanberdiyev gələcək, komanda daha parlaq futbol sərgiləyəcək, amma nəsə alınmır. Görür ki, hətta qələbə qazansalar da çətinliklə qazanılır bu hallar. Bəlkə də adamın içində yığılıb qalıb və bir epizodda sadəcə partladı. Yəni bu epizodla əlaqəsi yoxdur. Qarşısına qoyulan vəzifənin o yaratdığı gərginlikdən yaranan bir hərəkətdir bu. Ola bilər. İkinci epizoda keçək.